Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli Azərbaycan xalqı. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev sizlərə xahiş və çox böyük hörmətlə bir Azərbaycan xalqının dəyərli bir oğlu, bizim çox dəyərli qardaşımız, qazi qardaşımız döyüşüb cəsarətlə sizin əskərinizdən bəlkə də xəbəriniz yoxdur. Misir Qasımlı məhz Ukrayna torpağında, mən Ukraynada Azərbaycan diasporasında sıravi bir əskər kimi, ulu öndərçi olaraq qəzetlərdə, kitablarda, canlı yayımlarda buyurub hər kəs izləyib mənim məhz səhifələrimdən, 3 səhifəmin içində də buyurub baxa bilərsiniz ki, mən Ukraynada hansı fədakarlığı göstərmişəm, məhz mənim Azərbaycan oğlu məhz bir kəlmə sözünə görə onu içəri salıb, şərləyib, Ukrayna dövləti onu içəri salması, ona cəza verdirməsi və məhz Jitomir şəhərində cəza çəkir və onu da içəridə döyürlər və onu sındırmağa çalışırlar. Sizin əskəriniz, cənab prezident, mən sizə çox xahiş edirəm. Sizə əlbəttə ki, bu siqnalı verməkdə məqsədim odur ki, məhz Azərbaycan oğlu əskəri Ukraynada belə cəzalar verirlər və məhz Misir Qasımlı təcili olaraq azadlığa çıxmalıdır. Çünki bizim onlara göstərdiyimiz sayğı, qayğı, məhz 65 millətə, 65 veterana, Pilus 65 veterana mən orada hümandarlıq etmişəm. Neçə illərlə onlara şəxsi öz vəsaitimi, süfrələr açıb, onların qəhrəmanlarına hörmət göstərmişəm. Məhz dədələrimizlə döyüşdükləri gün anları yaşatmışam mən onlara. Onlar da bizim qardaşımızı, məhz Qarabağı azad edən bir əskərimizi Misir Qasımlını içəridə cəza verdirməyə çalışır. Çünki oranın erməni fədakarlıqları edərək bizim qardaşımıza şər atıb və bizim qardaşımıza verdikləri cəza həmi həyatını çürüdür orada, həmi vətəndaşlarımızı orada döyürlər, türmədə yatan qardaşlarımızı döyürlər. Onları sındırmağa çalışırlar. Məhz onlar erməni diasporasının əlinə. Hamınız bilirsiniz ki, aziz və hörmətli tamaşaçılar, mən Bağırov Azər Əlioğlu, məhz Ağdam rayonu Qullar kəndində böyümüşəm. Biz 94-cü ildə atəşkəs olandan sonra Ulu Öndər tərəfdən mən 96-cı ildə məhz Ukraynaya səfər etdim və orada başladım diasporada çalışmağa, qardaşlarımla bərabər çiyin-çiyinə Çernavşi şəhərdən başladıq və 26 regionda biz Azərbaycan diasporasının məhz Ulu Öndərin tapşırığı ilə biz diasporalarımız quruldu. Onu da Oqtay Əfəndiyev idi. Biz böyük bir işlər gördük. Məsələn, hamınıza məlumdur ki, mən Böyük Vətən müharibəsi əllərinə böyük paradlar keçirdim. 59-cu illiyin keçirdim orada. Bu da məhz Ulu Öndərin gözəl Azərbaycan qurub, diasporalarımızın fəaliyyəti çox yüksək səviyyədə Azərbaycanımızı tanıdırıq. Məhz onlara, qocalarına hörmət göstəririk. Onlar da bizim cavanlarımızı sındırmağa çalışır. Cənab Prezident, mən sizə xahiş edirəm və müraciət edirəm. Bir Azərbaycan oğlu kimi, məhz siz Ukraynada da hər zaman deyirdiniz ki, mən hər birinizin prezidentiyəm. Özünüz də bilirsiniz ki, biz orada hansı işləri görmüşük. Şəxsən sizin özünüzlə 2 dəfə görüşümüz olub. Ulu Öndərə Allah mərhum Heydər Əliyev qəni-qəni rəhmət eləsin. Onun üzünü görmək mənə 2 dəfə nəsib olub. Məhz onu qucaqlayıb gözlərindən öpmüşəm. Bu, şəxsən sizin gözünüzün önündə olub. Onun üçün, cənab prezident, mən sizə rica edirəm, xahiş edirəm. Bu işi nəzarətə götürəcək Xarici İşlər Nazirimiz bu işlə məşğul olsun. Təcili olaraq çox xahiş edirəm. Bu məsələ öz həllini tapsın. O qardaşımız Azərbaycana tədris olunsun. Bura göndərilsin. Biz də burada qardaşımızı arada bir görməyə bizə nəsib olsun. Əgər onun cəzası varsa, cəzasını siz bizim hansı oğullarımız Azərbaycana gətirmişsiniz? Bir polku həyatını məhv edən Mübariz İbrahimov siz bu Azərbaycana gətirmişsiniz. Onu ölü və diri amma gətirmişsiniz. Sizə ürəyim qurban. Cənab Prezident, mən sizi çox istəyirəm. Xahiş edirəm bu işlə, məsələ ilə özünüz məşğul olasınız. Misir Qasımlı qardaşımız Jitomir şəhərində məhz oranın türməsində cəza alır, onu döyürlər, sındırırlar. Məhz o nədir, Qarabağ Azərbaycandır kəlməsini işlətdiyinə görə. Qurban olum sizə, xahiş edirəm sizdən.
Məsir Qasımlını dərhal Azərbaycana gətirməyi özünüz tapşırıq verəsiniz. Bu məsələ öz həllini tapsın. Aziz və hörmətli analar, bacılar, namuslu, qeyrətli, şərəfli insanlar. Mən də sizə arzu edirəm ki, həyatınızda heç bir çətinliklər olmasın, heç bir ailə analarımızın gözü yaşlı olmasın. Necə ki, sabitlik bu ölkəmizdə var. Cənab Prezidentə minnət və təşəkkürümüzü bildirməliyik ki, məhz Azərbaycanımızda sabitlik var, ölüm itim yoxdur, müharibə yoxdur. Və onun üçün də məhz bir gözəl Azərbaycanımızı bir yerdə bərabər hər birimiz sıravi əskər kimi qoruyaq, çalışaq, rüşvətə yox deyək, Cənab Prezidentə yanında olaq, onun uğuru siyasətinin arxasında olaq. Necə ki, o 200-dən artıq dövlətdə məhz bayrağımız ucaldıb, diasporalarımız qurulub, səfirliklərimiz var. Həmd olsun Allaha. Və Ağ Evin həçarına gedib, alıb bu ölkəyə dönən 9 dənə nəvəsinə sirkəni gətirən, bütün Azərbaycan ölkəsinin adına gətirilən o sirkə hər insana nəsib olmur. Onun üçün də Cənab Prezident, biz sizin siyasətinizi sevirik, dəyərləndiririk. Mən məhz Bağırov Azər olaraq deyirəm, kim məni necə düşünür, düşünsün, kim necə başa düşür, özü bilər. Mənim sizə olan sədaqətim odur ki, heç bir vəzifə üçün demirəm bu sözü, and olsun Allaha, məhz hansı vəzifəsindən asıl olmayaraq insan mənə böyük bir vəzifə də versəniz, mən onu qəbul etməyəcəm. Çünki mənim əhdim bacı qardaşlarımın, kasıb bacı qardaşlarımın yanında olmalıq. Məhz sizə çox xahiş edirəm, bir bacım qardaşımızın övladı Misir Qasımlı hal-hazırda çox böyük əziyyət çəkir. Onun üçün də Azərbaycanımızın bütövlüyü uğrunda mübarizə aparan qardaşlarımızın məhz Ali Başkomandanı sizsiniz. Müraciətim də məhz sizədir. Allah sizi qorusun. İnşallah ki, bu sözüm tezliklə sizə çatar inşallah ki, təlimatınızı verəsiniz. Çünki bu çəkiliş məhz sizin üçün hazırlamışam. Allah sizi qorusun, Cənab Prezident. Ailənizi, nəvələrinizi, balalarınızı.